İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndində həyat geri qayıdıb. Kənd ərazisində kənd sakinləri üçün 1 və 2 mərtəbəli fərdi evlər, 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi, uşaq bağçası, 2 mərtəbəli inzibati binanın, bazar kompleksinin, tibb məntəqəsinin və idman sağlamlıq mərkəzinin tikintisi həyata keçirilərək kənd sakinlərinin ixtiyarına verilib. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi yaşayış evi inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi, su, işıq, qaz, günəş paneli, yüksək sürətli internetlə təmin olunub. İmamverdi Rüstəmov 33 il əvvəl bu torpaqlardan çıxanda 12 yaşı olub. Kəndə ilk köçən ailələrdən biridir və 3 otaqlı evlə təmin olunub. Sevib seçdiyi qızı ilə ailə qurub. Hər ikisi kənd məktəbində müəllim kimi çalışır və yeni nəsil savadlı böyüməsi üçün əllərindən gələni əsirgəmədiklərini deyirlər. Öz doğma kəndini tərk etmək məcburiyyətində qalanda 5-ci sinifdə oxuyan İmamverdi müəllim 11 illik təhsilini başa vuran, gündəlik 6 məktəb dəyişmək məcburiyyətində qalıb. Kolxozçu ailəsində böyüsə də valideynləri onun təhsil alması üçün əlindən gələni əsirgəməyib. Böyük çətinliklərə baxmayaraq həyatın sərt sınağından alnı açıq və qalib çıxıblar. Dövlət proqramı əsasında cənab prezidentimiz bu şəraiti bizə yaratdı. Doğrudan çox çətinliklər var indi. Torpaqlar azad olandan sonra bu qədər yolların çəkilməsi, obyektlərin qurulması, bunun hamısı dövlət üçün də çətinlikdir. Amma o çətinliklərə baxmayaraq cənab prezidentimiz bütün obyektlərin hamısında, qəsəbələrin, evlərin, körpülərin tikintisində hamı özü şəxsən iştirak edir. Çox gözəl həqiqətən Qarabağda bugün demək olar ki, qısa müddətdə. Dünyanın elə bir dövləti yoxdur ki, bu müddətdə bu işlər, bu keyfiyyətdə görülsün. Evin xanımı Aysun Məmmədova da elə həyat yoldaşı yaşadığı talihin oxşarını yaşayıb. O da məcburi köçkün ailəsində böyüyüb. Bu gün kənddə ali təhsilli müəllim kimi qayıdan Aysun müəllimə İmamverdi müəllimi ilə əl-ələ verərək uşaqlıq və gənclik illərini əlindən alan, düşmənə inad daha da gözəl kənddə, daha əlverişli şəraiti olan evdə yaşayır. Həm özlərinin 2 övladı, həm də kənddə böyüməkdə olan yeni nəslin təlim tərbiyəsi ilə məşğul olurlar. Hər şey çox gözəldir, çox yaxşıdır. Gözlədiyimizdən qat-qat yaxşı şərait gördük. Yaxşı, evlər, işimiz, hər şey çox gözəl oldu. Biz öz üzərimizdə də çalışırıq ki, biz buna layiq olaq. Bu şəraiti cavabını verə bilək. Yeni tikilən Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün ailələr ilə həm söhbət olduqca görürük ki, Horovlunun daha gözəl günləri hələ qarşıdadır. Əslində bunun üçün dövlət proqram çərçivəsində bütün layihələr reallaşdırılıb. İstifadəyə verilən inzibati binada operativ idarə etmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədi ilə müasir institusiya mərkəzi yaradılıb. Aydın Yavərzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.